Ağız qoxusu, tibbdə adı halitozis, səbəbləri və həlli yolları. Ağız qoxusunun hər zaman sadəcə diş və diş əti xəstəliklərlə bağlı olduğu düşünülür. Lakin xroniki ağız qoxusunun arxasında çox vaxt fərqli daxili patologiyalar dayana bilər. Ağız qoxusunun əsas səbəbləri birinci mədə-bağırsaq sistemi xəstəlikləri, uzun müddət ac qalmaq mədə turşusunu artırır və bu vəziyyət ağız qoxusunu tətikləyə bilər. Reflüks xəstəliyi mədə turşusunun və qida qalıqlarını yemək borusuna, oradan da ağıza doğru geri qayıtması xroniki ağız qoxusunun ən geniş yayılmış səbəblərindəndir. Bundan başqa mədədə olan Helicobacter pylori infeksiyası, bu mədə bakteriyası xroniki qastrit və xoralara yol açmaqla yanaşı, bədəndə kükürt qazlarının ayrılmasına səbəb olaraq kəskin qoxu yaradır. Mədə-bağırsaq problemlərindən başqa lor, yəni qulaq, burun, boğaz problemləri də ağız qoxusuna səbəb ola bilər. Bunlardan sinuzit və postnazal axıntı, burun ətrafı ciblərin iltihabı və burun arxasından boğaza axan selik bakteriyalar üçün mühit yaradır və bu da qoxu verir. Bundan başqa badamcıq daşları, xüsusən də badamcıqların büküşlərində yığılan qida qalıqları və ölü hüceyrələr zamanla bərkiyərək kəskin pis qoxulu kütlələrə çevrilə bilir. Stomatoloji səbəblər, diş əti xəstəlikləri və sistemik xəstəliklər, şəkərli diabet olanlarda hüceyrələr qlükoza yerinə piyləri yandırdıqdan bədəndə ketonlar artır və nəfəsdən spesifik aseton, yəni turş alma qoxusu iyisi gəlir. Böyrək çatışmazlığı olanlarda böyrəklər sidik cövhərini tam filtrləyə bilmədikdə nəfəsdə amoniak qoxusu iyisi hiss olunur. Bundan başqa qaraciyər çatışmazlığı olanlarda, yəni ağır qaraciyər xəstəliklərində nəfəsdən spesifik küflənmiş xurma iyisi kimi bir qoxu gəlir. Bəs biz ev şəraitində profilaktik hansı addımları ata bilərik? Həkim müayinəsinə qədər ağız mühitini təmiz saxlamaq üçün bu addımları ata bilərsiniz. Dil səthinin təmizlənməsi. Ağız boşluğundakı qoxu yaradan bakteriyaların böyük hissəsi dilin arxasında toplanır. Dişlərlə yanaşı xüsusi fırçalar vasitəsilə dili də təmizləmək vacib şərtdir. Bundan başqa bol su içmək, gün ərzində kifayət qədər su içmək ağzı mexaniki olaraq yuyur və qoxunun qarşısını alır. Bəs hansı təbii vasitələrlə qoxunu azaltmaq olar? Nainə, zəfəri, mixək və darçın kimi bitkilərin çeynənməsi qoxunu müvəqqəti neytrallaşdırmağa və tüpürcək ifrazını artırmağa kömək edir. Nə vaxt gastroenteroloqa müraciət etməliyik? Əgər ağız qoxusu uzun müddətdir davam edirsə və stomatoloji müalicələrlə keçmirsə, sadəcə ağız spreyləri və saqqızlarla vaxt itirməyin. Problem böyük ehtimalla mədə və bağırsaq qaynaqlıdır. Arxasında duran əsl səbəbi tapmaq və düzgün müalicə taktikası seçmək üçün mütləq bir gastroenteroloqa müraciət edin.